Növbəti açıqlama İbn Zəğuni rahimehullah təala'nın qələmə aldığı məzhəbin etimad edilən kitablarından sayılan Əl-İdah fi Usul-id-Din kitabıdır. Həmin kitabın 297-ci səhifəsində İbn Zəğuni rahimehullah buyurur: "Və amma rivayət es-saniyə an Əhməd radiyallahu anh." İmam Əhməddən gələn ikinci rivayət hissə nədir? Fi ennehu təavvələ zəlikə və ləm yəsbutul məci'u alə zahirihi və l-ihtiyanu alə həqiqatihi. Yəni gələn ikinci rivayət nəyi bildirir? İmam Əhməddən məci sifətinin zahiri və həqiqəti üzrə gəlməsi sabit olmamışdır. Sonra İbn Zəğuni rahimehullah bu barədə başlayır, yəni açıqlama verir, məsələlərə təfsilat gətirir, yəni bunun əslində qüdrətin Rəbbinin gəlməsi kimi olduğunu açıqlayır. Təbii ki, bu məsələlərə həmin şək edib özü baxar, bu şeylərin şahidi olar. Həmçinin biz sənin istəyəni yerə salmayacağıq. İbn Zəğuninin hansı kitabını qeyd etdinsə, ora qaydacağıq, baxacağıq, görək İbn Zəğuni rahimehullah təala nə deyir. Lakin məsələyə İbn Zəğuninin qeyd etdiyin kitab və səhifəyə qayıtmamışdan öncə, əziz dinləyicilər, bir qədər baxın görün bu insan İbn Zəğuninin sözünü necə oxuyur. Əl-İdah fi Usul-id-Din kitabıdır. Həmin kitabın 297-ci səhifəsində İbn Zəğuni rahimehullah buyurur: "Və amma rivayət es-saniyə an Əhməd radiyallahu anh." İmam Əhməddən gələn ikinci rivayət hissə nədir? Fi ennehu təavvələ zəlikə və ləm yəsbutul məci'u alə zahirihi və l-ihtiyanu alə həqiqatihi. Yəni gələn ikinci rivayət nəyi bildirir? İmam Əhməddən məci sifətinin zahiri və həqiqəti üzrə gəlməsi sabit olmamışdır. Sonra İbn Bu necə cümlədir? Siz Azərbaycan dili bilənlər bir dənə düşünün bu cümlənin üzərində. Tərcümə ilə cümləyə baxın. İmam Əhməddən əl-məci sifətinin zahiri və həqiqəti üzrə gəlməsi sabit olmamışdır. Bu qəribə bir cümlədir. Bu cümlədə nəsə nöqsan var, nəsə naqislik var. İndi o naqisliyi mən sizə göstərəcəm. Bir daha qaydırıq bunun İbn Zəğuninin ibarələrini, cümlələrini oxumasına. Növbəti açıqlama İbn Zəğuni rahimehullah təala'nın qələmə aldığı məzhəbin etimad edilən kitablarından sayılan Əl-İdah fi Usul-id-Din kitabıdır. Həmin kitabın 298-ci səhifəsində İbn Zəğuni rahimehullah buyurur: "Və amma rivayət es-saniyə an Əhməd radiyallahu anh." İmam Əhməddən gələn ikinci rivayət hissə nədir? Fi ennehu təavvələ zəlikə və ləm yəsbutul məci'u alə zahirihi və l-ihtiyanu alə həqiqatihi. Yəni gələn ikinci rivayət nəyi bildirir? İmam Əhməddən məci sifətinin zahiri və həqiqəti üzrə gəlməsi sabit olmamışdır. Burada belə oxuyur. وَلَمْ يَثْبُتْ وَلَمْ يَثْبُتْ deyil. وَلَمْ يُثْبِتْdir. Sən, ay cahil, cümlədə feilin vəznini təyin eləyə bilmirsən. Cümlədəki faili təyin eləyə bilmirsən. Bu elmi səviyyənlə gəlib sələflərə rəddiyə verirsən. Yəni bu elmi səviyyə ilə sələflərə rəddiyə verirsən. Allah xatirinə özünü güldürmə. Get, əhlin olduğun işlə məşğul ol. Tamam da sən fail bilmirsən nədir? Cümlədə faili təyin eləyə bilmirsən. Cümlədə feilin vəznini təyin eləyə bilmirsən. Ona görə də sənin bu cümlə Azərbaycan dilində belə əcaib bir cümlə alınır. İmam Əhməddən əl-məci sifətinin zahiri və həqiqəti üzrə gəlməsi sabit olmamışdır. Bu əcaib bir cümlədir. Bu cümlə burada yoxdur. Niyə sən belə əcaib tərcümə edirsən? Çünki sən cümlədə feilin vəznini, ay cahil, təyin eləyə bilmirsən. Faili təyin eləyə bilmirsən. Burada fail əl-məci kəlməsi deyil. Burada fail İmam Əhməddir. Əl-məci kəlməsi ilə əl-ityan kəlməsi məf'ulun bihidir. Sənin burada buraxdığın xətanı ərəb dilini ibtidai səviyyədə bilən balaca uşaqlar belə bu xətanı eləməz. Hələ mən sənin bu ibarələri oxuyarkən rəvayət kəlməsini kəsrədə oxumağı, əl-məci kəlməsini kəsrədə oxumağı, əl-ityan kəlməsini fəthədə oxumağı qeyd etmirəm. Sənin oxuduğun kimi əl-ityan kəlməsi fəthədə olmamalıdır, dammada olmalıdır. Amma bunda da belə xəta edirsən. Bu onu göstərir ki, sənin elmi səviyyən o həddə deyil ki, sən çıxıb kimlərəsə rəddiyə verəsən, xüsusən də sələflərə. Yəni, bu sənin işin deyil, sən özünü güldürmə, ən yaxşı sən get, nə et, əhlin olduğun işlə məşğul ol. Sənin işin deyil sələflərə rəddiyə vermək. Ondan sonra, əziz dinləyici, baxın görün bu adam nə edir. Deməli, bu Nassa bir dənə fikir verin, İbn Zəğuni kəlməsində, İbn Zəğuni burada kitabından qeyd olunan
ibarəyə, cümləyə fikir verin. Burada cümlə, əziz dinləyici, və əmmə ilə başlayır. Əmmə ədadı burada şərt mənasındadır. Şərt mənasındadır. Və şərt mənasında olduğu zaman həmin o şərt qoyulur, şərt mənasında olur, cümlədə şərt qoyur və sonra o şərtin cavabı gəlir. Misal üçün bir örnək verim, yəni şərt nədir, şərtin cavabı nədir? Məsəl üçün bir hədis var, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İdə cəə Ramazan futihət əbvabul cənnə. Ramazan gəldikdə cənnətin qapıları açılır. İdə cəə Ramazan, Ramazan gəldikdə bu şərtdir. Futihət əbvabul cənnə nədir? Şərtin cavabıdır. Yəni nə zaman şərt cümləsinə, nə zaman şərt qoyulursa, hökmən o şərtin cavabı da gəlməlidir. Burada və əmmə rivayətu thaniyə, və əmmə ər-rivayətu əth-thaniyə, sənin kimi yox, rivayəti oxuyursan. Xeyr, rivayətudur, rivayəti deyil. Və əmmə rivayətu thaniyə, ikinci rivayət, burada bu şərtdir. İndi şərtin cavabı olmalıdır. Əmmənin şərtinin cavabı həmişə fə hərf bağlayıcısı ilə gəlir. Biz bu cümləyə baxanda görürük ki, həmin o fə hərf bağlayıcısı yoxdur. Baxın, وأما الرواية الثانية عن أحمد رضي الله عنه في أنه تأول ذلك ولم يثبت يوخ أجراهل يثبت ولم يثبت المجيء على ظاهره والإتيان على حقيقته cümlə natamamdır. Cavabı yoxdur. Cümlə natamamdır. İndi baxın qardaşlar. Həmin bu kitabdan Əl-İdah fi Usul-i-Din kitabı səhifə 297-də olan bu nasıl oxuyuram. Və buradan hər bir ərəb dilini bilən insan məni başa düşür. Görür ki, burada cümlə natamamdır. Bitməyib cümlə. Cümlənin ardı var. Cümlənin ardı var. Baxın cümlənin ardına. Əslində İbn Zağun sözləri budur. Və əmmə rivayətu thaniyə an Əhmədə fi ənəhu təəvvələ zəlikə və ləm yuthbitil məciə və ləm yuthbitil məciə على ظاهره والإتيان على حقيقته فإنه لم يتأوله بما ذكروه من أنه جاء أمره وأتاهم بعذابه. Bax, indi cümlə bitdi. İndi cümlədəki fikir tamamlandı. Sən isə ey saxtakar, cümləni natamam gətirib öz muradını həyata keçirdin. Amma biz o muradın çox getməsinə, davam etməsinə izin verməyəcək uca Allahın izni ilə. İndi keçirik tərcüməyə. Baxın, bu adam bura kimi sizə ərz edib. İmam Əhməddən, İbn Zağun deyir, İmam Əhməddən nəql olunan ikinci rəvayətə əsasən əl-məci sifətini zahiri, əl-ityan sifətini isə həqiqəti üzrə isbat etməyib, təvil etməsinə gəlincə, bax bu bura qədərsə burada İbn Zağun'un sözünü qeyd edib. Görürük ki, burada cümlə tamamdır. Gəlincə cümlə tamamdır. Ardı var. Bir də əvvəldən oxuyaq. İmam Əhməddən nəql olunan ikinci rivayətə əsasən əl-məci sifətini zahiri, əl-ityan sifətini isə həqiqəti üzrə isbat etməyib, təvil etməsinə gəlincə İmam Əhməd onların dediyi kimi uca Allahın gəlməsini onun əmri və ya əzabının gəlməsi kimi təvil etməmişdir. Sən elmi xəyanətə yol vermirsən. Saxtakarlıq etmirsən. Cümləni natamam gətirmirsən ki, öz muradını həyata keçirəsən. İbn Zağuni burada İmam Əhmədin təvil etdiyinə şahidlik etmir. Əksinə rəddiyə verir onlara. Deyir ki, bəli, deyənlər var ki, təvil edib, onlar xəta ediblər. Xəta ediblər deməklə ki, İmam Əhməd güya təvil edib, deyib ki, Rəbbin gəldi, yəni Rəbbinin əzabı, qüdrəti gəldi. Xeyr, İmam Əhməd deyir, təvil etməyib. Və sonra sən qeyd edirsən ki, bundan sonra da İbn Zağuni, rahiməhullah, elə qiyamət günü Rəbbin gəldi, yəni İbn Zağuni bundan sonra təvili dəstəkləyir və deyir ki, elə Rəbbin əzabı, qüdrəti gəldiyi kimi başa düşür o ayəni. Fəcr surəsi 22-ci və Bəqara surəsi 210-cu ayəsini. Burada da yalan deyirsən. Mən bundan sonra İbn Zağuni nə deyir? Videonun formatını böyütməməkdən ötəri toxunmuram. Lakin
Buna inanmayan varsa, gəlsin mən onu isbat edim. Əksinə elə bundan sonra İbn Zağuni təvil edib deyənlərə rəddiyə verir və bildirir ki, Allahın ityan eləməsi, gəlməsi elə zatı ilə gəlməsidir. Bunu açıq aydın şəkildə o deyir. Allahın gəlməsinin qüdrəti, əzəməti və nəyəsə deyil. Belə izah etmir. Allahın gəlməsidir. Zaten bu kitabda bir neçə yerdə, onsuz da İbn Zağuni bildirir ki, biz Allah gəlir dedikdə zatın gəlməsini deyirik. Lakin bu gəlmə bir yerdən çıxıb digər bir yeri doldurmaq kimi deyil, məxluqun gəlməsi kimi. Biz misli olmayan, əql edilməyən, onun şəninə yaraşan bir ityan, gəlmək ispat edirik. Yəni, əgər çıxıb deyəcəksən ki, yox, İbn Zağuni orada təvil edib, təvili dəstəkləyib, gəl üzbəüz mən sənə göstərim ki, nədir, uzur deyir. Zaten sən onsuz da bu kitaba oxumaq sənin elmi səviyyən deyil. Yəni, sənin kimi insanlar bu kitabı oxuya bilməzlər.